Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş Azərbaycanşünaslığın aktual məsələləri yeni dövrün Azərbaycanı mövzusunda 16-cı beynəlxalq elmi konfrans keçirilib. Konfransın əsas məqsədi Azərbaycanın elmi potensialının beynəlxalq miqyasda tanıdılması və bu sahədə aparılan tədqiqatların qlobal elmi diskurslara inteqrasiyasına töhfə verməkdir. Beynəlxalq tədbir Azərbaycanın milli irsinin, tarixinin, geosiyasi mövqeyinin, mədəni və ictimai-siyasi inkişafının müxtəlif aspektlərinin elmi müstəvidə geniş şəkildə müzakirə üçün platforma rolunu oynayıb. Çıxışlarda vurğulanıb ki, Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu və regionda artan rolu elmi dairələr üçün ciddi tədqiqat mövzusudur. Tədbir Heydər Əliyev və Güclü Azərbaycan, Qərbi Azərbaycan, milli irs və qayıdış hüququ, yeni dövrün çağırışları, milli ideya və gələcəyə baxış mövzularında bölmə iclasları ilə davam edib. Qeyd edək ki, konfransın ikinci günündə konstitusiya və suverenlik, müharibə və postmüharibə dövr ədəbiyyatda və incəsənətdə, yeni geosiyasi mərkəz, Türk dünyası mövzuları müzakirə ediləcək.